Cinayət hadisələrinin artması gələcəkdə ölüm hökmünə münasibətin dəyişməsi ilə bağlı yeni müzakirələrin aparılmasına səbəb ola bilər. Milli Məclisin deputatı Fazil Mustafa bunu Today Press TV açıqlamasında bildirib. Onun sözlərinə görə, buna baxmayaraq Azərbaycanda ölüm hökmünün bərpası hazırda dövlət səviyyəsində nəzərdə tutulmur. Stat: Bu məsələ Avropa Şurası qarşısında götürülmüş öhdəliklər səbəbindən gündəmə gətirilmir. Milli Məclisdə hamilə qadınlara və uşaqlara qarşı ağır cinayətlərdə ölüm hökmünün tətbiq olunmasını dəstəkləyən fikirlər səsləndirilib. Ancaq perspektivdə belə bir müzakirənin aparılması nəzərdə tutulmur. Statın sonu. Fazil Mustafa əlavə edib ki, ölüm hökmünün ləğvi Azərbaycanın humanist dövlət kimi tanınması baxımından da mühüm addım hesab olunur. Qeyd edək ki, Qırğızistan prezidenti Sadır Japarov uşaqlara və qadınlara qarşı xüsusilə ağır cinayətlərə görə ölüm cəzasının bərpası ilə bağlı qanun layihəsinin hazırlanmasına göstəriş verib. Türkan İskəndərli, Today Press TV.